Əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün sizinlə qədim türk əlifbası mətninin iş dəftərini izah eləyəcəyik. Bunun üçün qədim izahı, ümumiyyətlə dərsliyin izahın kanalımızdan izləyə bilərsiniz. Yuxarıda Cəbrayıl Ali kanalını işarələyirəm, amma indi isə iş dəftərinə keçirik. Türkoloq sözündə loq hissəciyi söz mənanı gətirir. Bu hissədə düzələn bir neçə sözün mənasını yazın. Deyir ki, türk xalqlarının dili və ədəbiyyatını araşdıran mütəxəssis. İndi bu türk xalqlarındadsa bunu adlandırırsa bioloq da bəhs olacaq. Bioloq da isə olacaq biologiya ilə məşğul olan mütəxəssis. Zooloq nədir? Zooloq olacaq nə? Zoologiya mütəxəssisidir. Yəni bu da olacaq ki, heyvandarlıqla məşğul olan mütəxəssis. Arxeoloq, arxeoloji qazıntılar, arxeologiya ilə, yəni arxeologiya ilə məşğul olan mütəxəssis. Seismoloq zəlzələdir də, zəlzələləri öyrənən alim. Alim olacaq seismoloq. Keçirik B tapşırığına. B tapşırığında bizdən nə istəyir? B tapşırığında deyir ki, Orxon Yenisey abidələri haqda ilk dəfə məlumatı öyrənəndə gördü ki, Philip Strahlenberg verib, o da sürgündə olarkən. Soyad nə idi onun? Strahlenberg. Orxon Yenisey abidələrini ilk oxuyan alim. İlk oxuyan alim onu oldu Wilhelm Thomson. Thomson. 40-a yaxın abidəni oxuyan adı Vasili Radlov. Kültükün abidəsini aşkara çıxaran sözdə Nikolay. Bunun da yəqin ki, soyadını taparsınız, var yadımda, o tam soyadı yadımda qalmayıb onun. Keçirik C tapşırığına. Bir qədim türk əlifbası ilə bağlı hansı məlumatın oxuduğu və mətni mümkün deyil. Böyük və kiçik hərf mövcud deyil, düzdür. Qoşa nöqtə də yoxdur, ancaq hərflərdən bəhs eləyir. Sağdan sola bəzi bu da düzdür, yəni durğu işarələrindən bəhs eləmir. Ç tapşırığında hansı fikir oxuduğu mətnlərin əsas fikri hesab oluna bilər? Baxaq, abidələrin oxunması ilə bağlı rus alimləri ciddi araşdırmalar aparırlar, düzdür. Yox, amma əsas fikir deyil də, çünki birində Wilhelm aparıb, rus alimi deyildi. Hamısına aid deyil və əsas fikir deyil, orada baş verən hadisələrdir. Qədimdə türklər mötəbər adamların şərəfinə abid ucalmışlar. Bu qədim türk əlifbasına aiddir, kültükün əlifbasına aiddir. Qədim abidlərin üzərində yazılar uzun illər sonra bu düzdür, amma bu əsas fikir deyil. Deməli, amma qədimdə türklər yazıda özünə məxsus mədəniyyətə sahib olmuşlar. Hər ikisində qədim türklərin yazı mədəniyyətindən və onların mədəniyyətindən danışır. Qədimdə türk əlifbası kültükün abidəsi. Burada artıq yəni ikinci mətndən bağlı bizim tapşırıqlarımız olacaq. İkinci mətndən bağlı tapşırıqlara keçirik. Bu arada keçməmişdən əvvəl nə edirsiniz? Bizim kanala abunə olursunuz. Deməli, hansılar qədim türk əlifbasında yoxsa kültükün abidəsində yəni cavablar var. Orxon Yenisey abidəsindən ilk dəfə hansı sözlər oxunub? Bu kültükün abidəsi mətnində olmalıdır. Tanrı, Tengri bu sözlərdən söhbət gedir. Kültükünə aiddir. Qədim türk əlifbası neçə hərfdəndir? Bu qədim türk əlifbası mətnə aiddir. İlk oxunan muzeydə saxlanılır.
hansı muzeydə saxlanılır? Bu da Orxan Yeniseydir. Yenisey şəhərində saxlanılır. Orxan Yenisey muzeyində saxlanılır və Kültgin abidəsində bundan danışılır. Daha doğrusu, yəni Kültgin abidəsi də orada saxlanılır. Orxan Yenisey abidəsində ilk oxuyan kim olub? İlk oxuyan dedik axı biz burada nə idi adı? Gəlin burada baxaq. Orxan Yenisey ilk oxuyan Wilhelm Thomson oxumuşdu. Növbəti Orxan Yenisey ilk məlumatı kim vermişdi? Filip vermişdi. O da birinci mətndədir. Hansı dövrə abidələri hansı dövrə aiddir? Bu nə abidələr hansı dövrə aiddir? Bu Kültgindədir. Amma belə deyək, Orxan Yenisey ilk məlumat, bunun ikisində də onun haqqında məlumat var. İlk məlumat burada hər ikisində onun haqqında məlumat məncə var. Razetta daşı Kültgin abidəsinin oxşarlıqları barədə doğru və yanlış fikirləri müəyyən edin. Deməli, baxaq, hər iki abidənin üzərində eyni mətn iki dildə yazılmışdır. Bu doğrudur. Çin dilində var, bir də Orxan Yenisey dilində olmalıdır. Bu abidələr eyni dövrdə oxunmuşdur. Xeyr, yanlışdır. Hər iki abidənin üzərində Yunanla yazılar var. Xeyr, yanlışdır. Abidələr üzərində növbəsində dövlət adamlarının adı çəkilir. Doğrudur. Abidələr eyni ərazidə daşlanmışdır. Yanlışdır. Hər biri fərqli ərazidə aşkarlanıb. Verilmiş məlumatı oxu, qədim türk əlifbasından istifadə tapşırıqları yerinə yetir. Maşallah. Görə bu nə deyir bizə? Qədim türk əlifbasında ilə sözlər sağdan sola doğru yazılır. Sağdan sola doğru. Samitlərin iki cür yazılışı var. Hər samitdən sonra qalın sait gələrsə, birinci yazılış incə sait gələrsə, ikinci yazılış istifadə olunur. Oydu, qədim əlifbası. Gəlin bunu görək nə olacaq bizə. Bu necə yazılacaq? Bunu gəlin yazmağa çalışaq. Bu hərf onda nə olacaq bizdə? Gəlin bunu baxaq. Kü. Sonra bu hərfə baxırıq. Y-nın əksidir də bu. Y-nın əksini tapa bilirik burada. Kü ilə başlayıb, belə mən edəməyəm Kültgin olacaq, amma bu hərfi tapa bilmirik axı burada. Kül. Uşaqlar, birbaşa tapıram. Hamısı hərfləri buradan oxuyacağıq da. Burada bir çətinlik yoxdur. Ana sözlərin qədim türk əlifbası ilə yaz. Gəl ana sözün yazaq burada. A hərfi, N hərfi, N hanı uşaqlar? N burada ha. N A. Yer sözünü də yazıram, qalanını yəqin. Uşaqlar, onsuz da burada bunu köçürməyə dəyməz. Buradan siz onu yazacaqsınız da. Buradan götürün bir-bir yazın. Yer, Y iki hərf var burada. Y da var. E-yə baxaq hələ. E hansı hərfdir burada? Hansı ilə yazacağıq burada? E hərfi haradadır uşaqlar? E hərfini tapa bilmirəm axı. Y, R. E hərfini görmürəm mən. Görsəz Y-ni oradan yazarsınız. Mən E hərfini görmədim burada. Ümumiyyətlə, bu sözləri yuxarıdan ay, Y-ya baxaq. Yəni, Y-ni tapın burada. Yeri tapa bilmədim. E-ni burada tapa bilmədim. Gəlin, A-ya baxaq. A hərfi belə idi. Y hərfinə baxaq. S, R, N, D, P, K, Q, R, L, C, Y. Y, ay. Suda necə olacaq? S-ya bir dənə belədir. U-ya baxaq. Belədir. Mən yeri tapa bilmədim. Yerini tapdım, amma Y hərfini tapa bilmədim. Yer. Burada Y-nin biri də belə yazsaq. 9-un tərsidə E-ni tapa bilmirəm uşaqlar. Tapsız siz yazarsınız sonra. Azərbaycan əlifbası dinləmə mətni. Dinləmə mətnində görə bizdən dinləmə mətninə aid dərsliyimiz, tapşırıqlarımız var. Gəlin o tapşırıqları eləyək. Deyir ki, dinlədiyi mətnin əsasən Azərbaycanda müxtəlif əlifbalardan istifadə olunması ardıcıllığını. Aha, birincisi oldu ərəb əlifbası, sonra oldu latın, sonra kiril, sonra yenə təzədən latına qayıtdıq. B variantı. İkinci tapşırığımız bizim səbəb nəticədir. 7-ci əsrdə Azərbaycanda 7-ci əsrdə Azərbaycan dili yayıldı və ərəb əlifbasından istifadə olundu.
Ərəb əlifbası Azərbaycan dilinin fonetik sisteminə uyğun gəlmirdi və oxuyub yazmada xeyli çətinliklər yaradırdı. Bu da necə deyirlər, ona görə Latın əlifbasına keçdik və yaxud keçildi. Uzun illər Kiril əlifbasından istifadə olundu, çünki bunun səbəbi Rus hakimiyyəti idi. Rus hakimiyyəti. Mən qısa yazıram, siz hakimiyyəti. Siz mətni dinləyərək uzun yaza bilərsiniz. Azərbaycan Latın qrafikası qəbul olunan bəzi Latın hərflərində müəyyən diakrik işarələr əlavə olunur. Çünki Azərbaycanda bizə məxsus, yəni Azərbaycanlılara spesifik səslər ifadə etmək lazım idi. Uşaqlar, bura hansıdır? Ü, İ, Ğ, Ş. Bu bizim Latın əlifbasında olmayan, bizim Azərbaycan əlifbasına aid olan səslərdir. Kriptoqrama həll et. Azərbaycanda ərəb qrafikasının dəyişdirilməsi ilə bağlı ilk təşəbbüs göstərən böyük mütəfəkkirin adını yaz. Gəl belə onsuz da buradan görürük ki, biz bunu baxın. Bu Mirzə Fətəlidir. Mirzə Fətəli Axundzadə. Hərflərlə baxsaz M, dairə, qəfəy M, qəfəy, dairə M, yaşıl, kvadrat I. Yəni bundan rahat şəkildə yaza bilərsiniz. Mürəkkəb adlar və artıq bu qrammatika qaydasına aid tapşırıqlardır. Gəlin onu da sizlə birlikdə eləyək. Nədir bu? Yalnız mürəkkəb adlardan ibarət sütunu seç. Mürəkkəb ad istəyir. Nigar, bu mürəkkəb sözdür. Cavab budur. Bu söz birləşməsidir. Bu da söz birləşməsidir. Bu da söz birləşməsidir. Söz birləşməsidir, bu mürəkkəb sözdür. Bu da söz birləşməsidir. B tapşırığına keçirik. B tapşırığında deyir ki, yanlış yazılmış adları müəyyənləşdir və düzgün yaz. Yuxarı salahlı böylə yazılmalıdır. Yuxarı salahlı. Bakının ən böyük meydanı Azadlıq meydanı. Azadlıq meydanı böylə yazılmalıdır. Sonra Azadlıq meydanı böylə yazıldı. Növbəti Neftçilər prospekti P balaca ilə yazılmalıdır. Nadir Şah Əfşar, şah ikinci tərəfdədirsə, şah balaca ilə yazılmalıdır. Əfşar. Uşaqlar, bizim kanalımızı aşağıda linkdə qoyduğum kanala qoşula bilərsiniz. Kanalı burada qoymuram. Cəbrayıl Əli kanalında bizim WhatsApp qrupumuz var. Orada suallar atırıq. Orada qoşula bilərsiniz. Sonra Araz çayı Ç balaca ilə yazılmalıdır. Çayı. Sonra da görkəmli Azərbaycan varisindən biri Seyid Əzim Seyid böylə yazılmalıdır. Əzim Şirvani. Növbəti mürəkkəb adlara aid nümunələri yazmaqla cədvəli tamamla. Necə? Mürəkkəb adlara aid nümunələr. Birinci sözü, ilk hərfi böyük yazılan mürəkkəb adlar. Biz özümüzdən yəqin ki, bura yazacağıq da. Birinci sözü, məsələn, Kür çayı, Baykal gölü. Uşaqlar, burada 5 dənə istəyir. 5 dənədir, 3-ünü mən yazaram, qarını da siz yazarsınız, uşaqlar. Sonra nə deyə bilərik, uşaqlar? Birinci hərfi böylə yazılsın. Babək qalası. Əlincə qalası. Baxın, onun mənim YouTube kanalında, Cəbrayıl Əli kanalında videosu da var. Əlincə qalası. Qalanı siz yazarsınız. Bir dənə qaldı, onu siz yazarsınız.
Bütün sözlərin ilk hərfi B ilə yazılsın. Ad soyadlar yazmaq ola bilər bura. Mən məsələn öz adınızı da yaza bilərsiniz. Və yaxud məsələn Əlili Cəbrayıl yazıram. Əlili Cəbrayıl. Və yaxud Şah İsmayıl Xətai. Xətai. Sonra nə ola bilər? Xətai. Xətai. Kim ola bilər uşaqlar? Prezidentimizin adı. Qalan da 2 dənə də siz əlavə edə bilərsiniz. Burada yer yoxdur. Artıq növbəti bölməyə keçmirik. Burada bitiririk. Növbəti videoda görüşərik. Hələlik.